Xoş gördük əziz dinləyicilər. Bu günləri Suriyanın, yəni Tartus, Hümeymin, Laskiya ərazilərində bilirsiniz ki, anti-hökumət aksiyaları başlayıb və silahlı üsyanları başlayıb. Bunda Hərbi Şura adlanan Bəşər Əsədin əvvəlki polkovniklərindən Qiyas Süleyman adlı biri başlayıb və bu əslində qalsa bu hadisələr birbaşa İranı göstərir. Çünki İran barəsindəki bilirsiniz ki, Hakan Fidan, Türkiyə Xarici İşlər Naziri bu barədə məlumat vermişdi. İranın qonşu ölkələrdə hər hansı bir hadisələr etməməlidir deyə açıqlamalar vermişdi. Amma buna rəğmən İran neçə vaxtdır ki, yəni Suriyadakı məğlubiyyətindən sonra hələ ki bunu həzm eləyə bilmir. Aydın məsələdir, görsənir ki, revanş almaq istəyir. Bu revanş üçün də müəyyən bir zəmin hazırlamağa çalışır. Düzdür, Türkiyənin HTŞ hökumətinə, yəni Colaniyə, Əhməd Əşkaraya dəstəyi imkan vermir ki, İran Suriyada hər hansı bir hadisə etsin. Amma bu yaxınlarda bütün bunlara baxmayaraq, Türkiyə Xarici İşlər Nazirliyi, yüksək çinli məmurlarının mesajlarına baxmayaraq, İranla Türkiyə arasında vəziyyət getdikcə Suriyada gərginləşir. Məhz bir neçə gün bundan qabaq Xamneyinin Suriya gənclərinə müraciəti ki, ölkəni belə deyə nəzarətə əlinizə alın kimi açıqlamaları, müəyyən mesajları əlbəttə ki, orada olan sırf Şiə köhnə Bəşər Əsəd dəstəsinə mesaj idi. Bilirsiniz ki, Tartus, Hümeymin, Laskiya ərazilərində şiələr yaşayır və şiələrə bir növ mesaj verdi ki, bəs yerlərdə, ərazilərdə artıq çatışmalar törətmək, mərkəzi hakimiyyətin oturuşmasına imkan verməmək və orada xaos çıxartmaq. Məqsəd bundan ibarətdir. Bilirsiniz ki, məhz orada olan xaosdan iki dənə dövlət bəhrələnir. Suriyada olan xaos iki dövlətə sərfəlidir. İran və İsrail. Görün hansı vəziyyət ki, bir-birlərinə nifrət edən İran və İsrail, hər halda belə görsən, özlərinə nifrət edən İran və İsrail, məhz Laskiyədə, Hümeymində, Tartus ərazilərində şiələrə muxtariyyət verilməsi məsələsində ikisi də eyni sözü danışırlar. Siz təsəvvür edin. Həm bunda İsrail maraqlıdır ki, Suriyada gərginlik olsun. Niyə görə? Çünki xaosdan bəhrələnən, mən bu barədə çox məlumat vermişəm sizə, İsrail xaosdan bəhrələnən bir ölkədir. İsrail əslində qalsa istəmir ki, ərazilərində, qonşularında hər şey sabitə çevrilsin. Çünki sabitlik olduqda o bir iş görə bilmir. O əlbəttə ki, istəyirdi ki, onun məqsədi Suriyada buydu ki, İbrahim koridoru açsın, Colan təpələrini bütünlüklə götürsün, Druzilərin yaşadığı əraziləri tamamilə əlinin altına alsın və İbrahim koridoru ilə Kürd dövlətinin yaranmasını həyata keçirsin və Kürd dövlətindən sonra İraq Kürdistanı və nəhayət İran Kürdistanı. Amma görün, fələk nəyə gətirib çıxardıb ki, bu günləri İran da İsrailin bu məqsədini dəstəkləyir. İran da Suriyada şiələrin Haçlı-Şabi hökumətinin yıxılmasında iştirakını istəyir, orada çaxnaşmanın baş verməsini istəyir və imkan vermir ki, Suriya sakitliyə çevrilsin. Onun da öz maraqları var orada. O da istəyir ki, Türkiyənin başı bəlalı olması üçün Kürd dövləti yaransın və ya da Suriya bir neçə yerə bölünsün. Bütün bunlara bərabər bu günlərdə, səhv etmirəmsə 2 gün bundan əvvəl Hakan Fidanın Əl-Cəzirəyə verdiyi məlumat birbaşa İrana, bilirsiniz ki, bir növ İrana təhdid etdi. İrana açıq surətdə dedi ki, siz qonşu ölkələrdə hər hansı bir çaxnaşmaya gedərsinizsə, siz qonşu ölkələrdə xaosa can atarsınızsa, unutmayın ki, bu sizin ərazinizdə də bir növ əslində qalsa işarə verdi ki, biz Güney Azərbaycan məsələsinə işarə verdi. İranda 40 milyondan çox türklər yaşayır. Biz də bunu eləyə bilərik. Bunun mesajını verdi. Düzdür, İran da buna nəhayət diplomatik artıq səfirlərin çağırılması, onlara notaların verilməsi hadisəsi baş verdi hər iki tərəfdə. Amma bununla bərabər bilirsiniz ki, artıq Türkiyə ordusu, Türkiyə Silahlı Qüvvələri İdlib istiqamətində içəriyə daxil oldu və 20-dən çox burada Suriya ordusu itki verib, 30-dan çox qiyamçılar itki verib və Türkiyə öz sözünü yenidən demiş oldu. Sərt şəkildə, dayanmadan, vaxt itirmədən öz ordusunu Suriyaya salmaqla bildirdi ki, biz heç bir şey icazə verməyəcək. Biz bu günləri Suriyada çaxnaşmanı istəyən nə İsraillə, nə də ki İrana
qəti surətdə imkan verməyəcək ki, burada İran qalib gəlsin və yaxud da Suriyanı yenidən çaxnaşmaya çevirsin və Türkiyənin ordusunun İdlibə daxil olması, Tarsus'a daxil olması, bir neçə istiqamətlər Suriya içərilərinə daxil olması onun ciddiliyini göstərdi və heç də fürsəti fövqdə verməyəcəyini göstərdi və onun qarşısına çıxacaq heç bir qüvvə sağ qalmayacaq. Bunun mesajını vermiş oldu. Biz də bunu dəstəkləyirik. Nəhayət Suriyada sabitlik olmalıdır. Kürdistan ərazisi də Suriyanın şərqində olan, Fərat çayının şərqində olan hissələr də tezliklə Suriyanın vahid bölgəsinə çevrilməlidir. Əlbəttə kimlərsə fikirləşə bilər ki, Suriya parçalansa orada türkmanlar da böyük bir əhalidir. Onlar da böyük bir ərazi əldə edəcəklər, amma qəti surətdə bu Türkiyənin marağına uyğun deyil, həm də regionun marağına uyğun deyil. Bu regionu paramparça eləyər. Bu mənada biz Türkiyəni dəstəkləyirik. Türkiyənin apardığı hərəkat orada fərqi yoxdur. Dinindən, irqindən, təriqətindən asılı olmayaraq hər kəs qırılmalıdır, məhv edilməlidir. Yetər ki, Suriyanın təhlükəsizliyi, Suriyanın vahidliyi qorunsun. Çünki bu Türkiyənin nüfuzu üçün də Azərbaycan və regionda Türkiyənin nüfuzu üçün də çox önəmlidir. Biz də ki, Türkiyənin arxasında olmalı və Türkiyə ilə bu məsələlərdə birlikdə hərəkət etməliyik. Təşəkkür edirəm.